Kimyəvi reaksiyanın deməli sözsənliklərinin ikinci hissəsini təqdim edirəm. Reaksiyaları tamamlayın. Birinci reaksiyaya diqqət yetirək. Maqnezium hidroksid, yəni maqnezium OH2 üzərinə gəlsin xlorid turşusu H xlor. İndi bu reaksiyada mübadilə reaksiyasıdır. Maqneziumla xlor birləşir. Əmələ gəlir maqnezium 2 valentlidir, xlor 1 valentli. Maqnezium xlor 2 üzərinə gəlinsin. Hidrogenlə OH birləşir. HOH, yəni H2O əmələ gətirirlər. Su ayrılır. İkinci reaksiyamıza diqqət yetirək. Maqnezium hidroksid üzərinə gəlsin sirkə turşusu. Maqnezium hidroksid, maqnezium OH2. Sirkə turşusunun yazılış formulunu da bilirik. CH3 COOH. İndi burada əziz şagirdlər, deməli maqnezium buradakı hidrogeni əvəz edəcək. Reaksiya nəticəsində deməli alınır CH3COO maqnezium. Maqnezium 2 valentli olduğuna görə burada mötərizə alıram. Bu turşu qalğı hissəsinə 2 yazıram. Üzərinə gəlinsin. Bura qədər deməli hidrogeni əvəz etdi. Hidrogen ayrılır. Buradan hidrogen gəlir. Bu OH ilə birləşir. Maqneziumu əvəz elədi, düzdür? Hidrogen OH ilə birləşir. HOH, H2O ayrılır. Növbəti keçək üçüncü reaksiya tənliyinə. Kalsium üzərinə gəlsin orta fosfat turşusu. Orta fosfat turşusu H3PO4-dür formulu. Əmələ gəlir kalsium orta fosfat. Kalsium 2 valentlidir. Orta fosfat turşusu 3 əsaslı turşunun qalığı olduğuna görə 3 valentlidir. Kalsium 2 valentli, orta fosfat turşusu 3 valentli. 2 və 3-ün ortaq məxrəc 6. 6 2-yə bölünür 3 dəfə. 6 3-ə bölünür 2 dəfə. Mötərizəyə alıb 2 yazıram. Üzərinə gəlsin. Burada nə ayrıldı? Kalsium hidrogeni əvəz elədi. Hidrogen ayrılır. H2. Hidrogen də molekulyar halda olduğuna görə H2 deməli yazılır. Növbəti dördüncü reaksiya tənliyinə diqqət yetirək. Kalsium karbonat üzərinə gəlsin xlorid turşusu. Bunu növbəti qabaqdakı dərs izahlarında izahını vermişəm. Buradan kalsium xlorla birləşir, əmələ gəlir kalsium xlor 2 və hidrogen karbonatla birləşir. Əslində H2 karbon O3 əmələ gəlməlidir. Sadəcə karbonat turşusu davamsız olduğuna görə karbon qazı və su əmələ gəlir. Deməli reaksiyada ümumi olaraq kalsium xlor 2, karbon qazı və su əmələ gəlir. Növbəti tənliyimizə diqqət yetirək. Deməli, stronsium üzərinə gəlsin xlorid turşusu. Stronsium üzərinə gəlsin H xlor. Buradan stronsium aktiv metallardandır. Stronsium xlorid 2 valentlidir. Üzərinə gəlsin H2. Burada deyəsən 5-ci reaksiyanın izahını vermədim. İndi sonda 5-ci reaksiyanın izahını verərəm. 7-ci reaksiyamıza diqqət yetirək. Maqnezium üzərinə gəlsin sulfid turşusu H2S. Maqnezium sulfid əmələ gəlir burada. Hər ikisi 2 valentlidir. Üzərinə gəlsin hidrogen ayrılır. Növbəti reaksiyamıza diqqət yetirək. Natrium hidroksid üzərinə gəlsin xlorid turşusu. Natrium hidroksid, natrium OH yazılır. Hidrogen xlorid turşusu H xlor. Natrium xlorla birləşir. Əmələ gəlir natrium xlor, yəni xörək duzu və hidrogen də OH ilə birləşir. Əmələ gəlir HOH, yəni H2O. Növbəti 9-cu suala diqqət edirək. Sirkə turşusu CH3COH üzərinə gəlsin natrium OH. Burada deməli turşu qrupunda COH hissəsi üzvü turşularda turşu qrupudur. Deməli metal buradakı hidrogeni əvəz edir. Baxın natrium CH3CO hidrogenin yerinə natrium yazıram. Hidrogeni əvəz edir. Buradan bu hidrogen ayrılır, OH ilə birləşir. Əmələ gətirir H2O. Növbəti reaksiyaya diqqət yetirək. Natrium hidroksid üzərinə gəlinsin. Litium hidroksid üzərinə gəlsin xlorid turşusu. Litium hidroksid, litium OH yazır. Xlorid turşusu H xlor. Litium xlorla birləşir, litium xlor. HOH ilə birləşir, H2O, yəni su əmələ gətirir. Növbəti reaksiya tənliyimiz natrium hidroksid üzərinə gəlsin nitrat turşusu, yəni HNO3. Natrium NO3 ilə birləşir, natrium nitrat. H da OH ilə birləşir, H2O əmələ gətirir. Növbəti reaksiyamız amonium hidroksid, yəni NH4OH üzərinə gəlsin H2S. Buradan NH4 amonium iyonu özünü metal kimi aparır. Amonium sulfid əmələ gəlir. NH4 2S, çünki sulfid turşusu 2 əsaslı turşun qalığıdır. Üzərinə gəlinsin hidrogen OH ilə birləşir H2O. Növbəti reaksiyamız litium kalsium hidroksid üzərinə gəlsin sulfid turşusu. Kalsium OH2 üzərinə gəlsin H2S. Buradan əmələ gəlir kalsium sulfid üzərinə gəlsin hidrogen OH ilə birləşir H2O. HOH. Növbəti reaksiyamız
deməli lityum karbonat üzərinə gəlsin xlorid turşusu, lityum 2, karbon O3 üzərinə gəlsin xlorid turşusu, lityum xlorid ayrılır. Buradan H2 karbon O3 alınır. O da karbon qazı və suya parçalanır. Magnezyum karbonat üzərinə gəlsin orta fosfat turşusu. Magnezyum karbon O3 üzərinə gəlsin orta fosfat turşusu H3PO4. Magnezyum orta fosfatla birləşir. Magnezyum PO4. PO4 3 əsaslı turşunun qalığıdır. 3 valentlidir. Magnezyum 2 valentlidir. Magnezyum 3, PO4 2 üzərinə gəlsin. Hidrogen karbon O3 ilə birləşir. H2 karbon O3 alınmalı idi. O da davamsız olduğundan parçalanır. Karbon qazı və su əmələ gətirir. Barium hidroksid üzərinə gəlsin sulfat turşusu. Barium hidroksid, barium OH2 yazılır. Üzərinə gəlsin sulfat turşusu H2SO4. Barium SO4 ilə birləşir. Barium sulfat əmələ gətirir. H2OH ilə birləşir. H2O əmələ gətirir, yəni su. Növbəti sonuncu reaksiyamız amonium hidroksid NH4OH üzərinə gəlsin xlorid turşusu. Amonium xlorid əmələ gəlir. NH4 xlor üzərinə gəlsin hidrogen OH ilə birləşir. H2O əmələ gətirir. Növbəti reaksiyamız burada 5-ci reaksiyanı unutmuşduq. Natrium hidrokarbonat üzərinə gəlsin sirkə turşusu. Baxın burada sirkə turşusundakı hidrogen dedik ki, əvəz oluna bilir metallarla. Natrium bu hidrogeni əvəz etdi. CH3CO natrium. Burada hidrogen qaldı, düzdür. Bu hissədə də burada bu hissə qalıb. Bunları birləşdirsək, 2 hidrogenimiz H2 karbon O3, yəni karbonat turşusu. Karbonat turşusu davamsız olduğundan karbon qazına və suya parçalanır.